İren Əbdülrəza qızı Azər 1970-80-ci illəri əhatə edən Sovet aktrisası. Karyerası 1970-80-ci illəri əhatə edən Sovet aktrisası. O, soyadını Azərbaycanlı atalığı Əbdülrəza Azərdən götürmüşdü. Əbdülrəza Azər 1905-ci ildə Məşəddə anadan olub. İren sonralar onun haqqında belə məlumat verir. Mən Rızanı öz atam hesab edirəm. O nəsildən nəslə hakim olmuş, adlı sanlı bir ailədən çıxmışdı. Fransada təhsil almış, orada zabit məktəbini, daha sonra isə Sorbonne Universitetini bitirmişdi. Hərbçi olan Azər eyni zamanda gizli fəaliyyət göstərən Komünist Tude partiyasının üzvü idi. 1945-ci ildə yaradılan Azərbaycan Milli Hökumətinin hərbi qüvvələrinin Qızılbaş Xalq Ordusunun generalı olub. Hökumətin süqutundan sonra Şimali Azərbaycana mühacirət edib. Bir müddət Bakıda yaşayıb. Şahnaməni rus dilinə tərcümə eləyib. Elmlər doktoru olub. Daha sonra Moskvaya köçüb Şərqşünaslıq İnstitutunda dərs deyib. Məhəmməd Rıza Şah Pəhləvi 1972-ci ildə SSRİ-də olarkən İrana qayıtmaq icazəsi alıb və 1983-cü ildə Tehranda vəfat edib. Əbdülrəza Azər Bakıda olarkən Qazaxıstan doğumlu Liliya adlı rus qadınla ailə qurur. Qadının Polşa vətəndaşı olan hərbi pilotla birinci nikahdan 1949-cu ildə doğulan qızı İreni övladlığa götürür. Cütlüyün 1957-ci ildə daha bir qızı olur. Adını Deleram qoyurlar. İren 1986-cı ildə Moskva Kinematografiya İnstitutuna daxil olub. Tələbəlikdən başlayaraq filmlərdə çəkilib. Amma cəlbedici xarici görünüşünə baxmayaraq əsasən epizodik və ikinci dərəcəli rollar ifa edib. Ümumən 31 filmdə çəkilib. 1991-ci ildə SSRİ-nin dağılması və Rusiyada kino sahəsində tənəzzüllə əlaqədar olaraq aktyorluqdan uzaqlaşıb. Xırda bizneslə məşğul olub. Hazırda Kaliforniyada yaşayır. Bir qızı, 2 nəvəsi var. Bacısı Deleram Azər isə 2002-ci ildə intihar edib.